Azərbaycan və Qırğızıstan arasında son illərdə intensiv təmaslar münasibətlərin əsas hərəkətverici qüvvəsinə çevrilib. Dövlət başçıları səviyyəsində aparılan danışıqlar nəticəsində əlaqələr strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Son 5 ildə qarşılıqlı olaraq 13 yüksək səviyyəli səfər gerçəkləşdirilib. İndiyədək iki ölkə arasında 105 sənəd imzalanıb. Bunlardan ən mühümü strateji tərəfdaşlığın əsasını qoyan strateji tərəfdaşlıq haqqında bəyannamədir. Dövlətlər arası şura və hökumətlər arası komissiyalar siyasi dialoqun və praktiki layihələrin əlaqələndirilməsi üçün əsas mexanizmlər kimi çıxış edir. Bu münasibətlərdə əsas amillərdən biri qarşılıqlı siyasi dəstəkdir. Qırğızıstan Azərbaycanın ərazi bütövlüyü məsələsində mövqeyini ifadə edib. Azərbaycan isə Qırğızıstanla regional əməkdaşlığın genişlənməsində maraqlı tərəf kimi çıxış edir. Azərbaycan və Qırğızıstanın yaxınlaşmasında Türk Dövlətləri Təşkilatı da mühüm rol oynayır. TDT çərçivəsində ölkələr arasında siyasi koordinasiya, nəqliyyat, iqtisadi inteqrasiya, mədəni əməkdaşlıq və humanitar əlaqələr genişlənir. Qırğızıstan öz inkişaf dövründə, xüsusən son birinci 10 illikdə çox gərgin periodlar keçib. Buna baxmayaraq Azərbaycan tərəfinin Türk dövlətlərinə, o cümlədən bu çərçivədə Qırğızıstanla əməkdaşlığa xüsusi önəm verməsi bu proseslərin, gərginliklərin hansı istiqamətdə davam etməsindən asılı olmayaraq Azərbaycan-Qırğızıstan münasibətlərinə təsirini, mənfi təsirini göstərməməsi ilə nəticələnib və bugün artıq Azərbaycan, Qırğızıstan beynəlxalq platformalarda iki tərəfli tərəfdaşlıq zəminində çox uğurlu bir əmsal ortaya qoya biliblər. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin bu istiqamətdə xidmətləri xüsusi vurğulanmalıdır. Çünki dövlət başçımız elə xatırlayırsınızsa prezident seçildikdən sonra açıq mətnlə parlament tribunasından bəyan etdi ki, bizim ailəmiz Türk dünyasıdır və biz Türk dünyası ailəsində Qırğızıstana xüsusi önəm veririk. Azərbaycan-Qırğızıstan münasibətlərinin son illərdəki yaxınlaşmasının mühüm göstəricilərindən biri də Qarabağın bərpası prosesində Qırğızıstanın iştirakıdır. Qırğızıstan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına dəstək verən ölkələrdən biri kimi çıxış edir. Ağdam rayonunda Qırğızıstan tərəfindən inşa edilən məktəb layihəsi iki ölkə arasındakı dostluq və həmrəyliyin simvolu kimi qiymətləndirilir. Humanitar mədəni sahədə bilirsiniz əməkdaşlığımızın yeni bir dövrünə qədəm qoymuşuq. Azərbaycan Qırğızıstanda iki orta məktəb, biri lisey, gimnaziya olmaqla, həmçinin park, Bişkeşdə Dostluq Parkının salınmasında Azərbaycan birbaşa həm təşəbbüskar olub və şəxsən Cənab İlham Əliyev bu prosesdə Azərbaycanın maliyyə dəstəyini tam şəkildə təmin edib. Eləcə də bizim üçün çox əhəmiyyətli Qarabağda, Ağdamda bilirsiniz ki, Manas adına artıq orta məktəb özünün ilk məzunlarını buraxdı, ötən il istifadəyə verilmişdi liderlərin iştirakı ilə. Bu da Qırğızıstanın Azərbaycana hədiyyəsi, həm də Azərbaycanın böyük quruculuq bərpa prosesinə, Azərbaycanın haqq yoluna verdiyi siyasi dəstək idi. Azərbaycan və Qırğızıstan həm regional, həm də iqtisadi maraqları üst-üstə düşən iki tərəfdaş kimi çıxış edir. Son dövrdə ən mühüm addımlardan biri Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılmasıdır. Fond iki ölkə arasında iqtisadi əlaqələrin maliyyələşdirilməsi, sahibkarlığın inkişafı və investisiyaların təşviqi üçün nəzərdə tutulub. Artıq bu istiqamətdə də bilirsiniz, çox ciddi institusionallaşmış zəmin formalaşıb. Artıq oturuşmuş iqtisadi əlaqələrimiz var. Baxmayaraq ki, tərəflər arasında ticari dövriyyə hələ ki tərəflərin özlərini qane etmir və bu istiqamətdə inkişafın, həmçinin qarşılıqlı inteqrasiya proseslərinin sürətləndirilməsi sayəsində çox ciddi planlar ortaya qoyulub. Hökumətlər arası komissiya fəaliyyət göstərir. Həmçinin birgə fond artıq tərəflərin gələcəyə baxışı istiqamətində mühüm bir format ortaya qoyub. 2025-ci ildə fondun fəaliyyəti çərçivəsində yeni layihələrə baxılıb, investisiya siyasəti yenilənib və kapitalın artırılması məsələsi gündəmə gətirilib. Fondun kapitalının 100 milyon dollara qədər artırılması istiqamətində işlər aparılır. Bu addım göstərir ki, rəsmi Bakı və Bişkek münasibətləri artıq yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real iqtisadi mexanizmlərlə möhkəmləndirilir.